Xəzərin Pirşağı sahilində naməlum kişi meyti aşkarlandı. Onun Texniki Universitetin tələbəsi 20 yaşlı Şaban İskəndərov olduğu müəyyənləşdi. Disney şirkəti rekorda imza attı. Birinci qısasçı filmi 6 ay ərzində şirkətə 1 milyard 15 milyon gəlir gətirdi. Əfsanəvi İtaliyalı aktrisa Sophie Loren Neapol şəhərinin fəxri vətəndaşı elan olundu. Xəzər dənizi yenə can aldı. Pirşağı sahilində boğularaq dünyasını dəyişən 20 yaşlı tələbə Şaban İskəndərlinin nəşi artıq ailəsinə təhvil verilib. Ötən gecə Xəzər dənizinin Pirşağı qəsəbəsi ərazisində naməlum oğlan uşağının meyidi tapılıb. Meyit məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Sabunçu rayon şöbəsinə aparılıb. Araşdırmalar zamanı məlum olub ki, meyit Oğuz rayonunun Bucaq kənd sakini Azərbaycan Texniki Universitetinin tələbəsi 20 yaşlı Şaban İskəndərliyə məxsusdur. Şaban İskəndərlinin yaxınlarına xəbər verilib və onlar qohumunu tanıyıblar. Saat 2-3 radələrində Pirşağıya çinmək adı ilə də Zaqar adı ilə çıxıb gedir. Burada bir sütka bitəndən sonra məlumat verilib. Sütka bitəndən sonra məlumat verilib Binəqədi polis bölməsinə də 4-cü bölməyə. Gündə tapıldı da burada. Bakının Binəqədi rayonu ərazisində xalasıgildə yaşayan Şaban İskəndərli valideynlərinə bildirib ki, bir fakültədən digərinə köçürülmək istəyir və bu səbəbdən Bakıda daha bir neçə gün qalmalıdır. İyulun 9-da 20 yaşlı tələbə xalasına dənizə getmək istədiyini bildirib. 60 qəpik götürərək evdən çıxıb. Atasını uşaq yaşlarında itirən anasının himayəsində qalan gənc dənizdə boğularaq ölüb. Meyit ötən gecə ailə üzvlərinə təhvil verilib və dəfn olunmaq üçün Oğuz rayonunun Bucaq kəndinə aparılıb.